Biri sarıqla, ayaqqabı ilə namaz qılırdı. Məscidin mollası gəlir, qollayır onu məsciddən ki, bu nədir? Ayaqqabı ilə namaz qılırlar, yer ged buradan. İndi sən təsəvvür o adam küsür ümumiyyətlə başlayır namaz qılmağa. Bir nəfər görür yoldan, deyir, nə qılmırsan namaz? Deyir ki, sən mənə demişdin namaz qıl, deyirdim, çarıqları çalmağa axot yoxdur. Öncə nəbi yox, çarıqla qıl. Mən də getdim falan məscidə qılanda molla qışqırdı üstünə. Sonra o iki dənə molla görüşürlər, deyir, heç olmasa mən çarıqla bunu salmışdım məscidə. Sən bunun çarıqlarını çıxarsan, özünü çıxartdın məsciddən. Bu da getdi, küstü bir şey qılmadı namazı. Ya biraz təbliğat belə olmalıdır ki, qarşı tərəfə ürəyin yansın ki, haqq yola gəlsin. Mən namaz qılıram qanun qaydasında, biri biraz səhv qılırsa, başlayıram onu hər üzünə səhv çıxartmağa ki, yox, sən cəhənnəmdə yanır, nöş yanır bu cəhənnəmdə. Yavaş-yavaş bu insan yavaş-yavaş düzələr, təkmilləşər və həqiqətən anlayar ki, bu məsələ budur, anlayar ki, mən namaz qılıram. Amma məsələsində bu haqqla biraz problemlidir. Çünki biri deyir olar, o biri deyir olmaz. Hələ dəqiqini bilmirəm, həqiqəti bilmirəm. Amma gəl bir dənə belə danışaq da, mən bir dənə buna görə Allahdan keçməyəm.